Qardaş bizə baxan yoxdur. Gətirib bastırıblar buna. İndi bir dəqiqə deyirlər ki, buradan 10 minlik gedəcək. Kəndin içindən 10 minlik gedir. Bu qırılır neçə dəfələrlə düşüb ki, yerə düşüb, mal heyvan üstünə düşüb. Kiminsə uşağının başına düşüb, nətər olacaq? Buna baxan yoxdur. Buna necə baxacaq? 10 minlik düşsə nə eləyəcək? Kül eləyəcək onu. Kəndin içində küçənin içinə. Küçənin içinə 10 minlik gedir. 04 ilə gətirib mənə tok verməkdənsə gətirib 10 minlik gətirir. Hətta buranın monitoru deyir. Xanış bəy də deyir ki, sizə də gətirəcəklər, bunun altı ilə tok verəcəklər. Nə vaxtdan görülüb hansısa dirəyin altına tok versinlər. Elə bir şey olur yəni bu. Salam hörmətli izləyicilər. Cənab Prezidentimizin ictimai nəzarətini müstəqil həyata keçirən Kanal 10 internet televiziyasının rəhbəri Hidayət Ağayevdir. İzləyicilər, bugün Cəlilabad rayon Söyüdlü kənd sakinlərinin çağırışına əsasən gəlmişik. Dinləyək görək vətəndaşların şikayəti nədən ibarətdir. Buyur özü təqdimlə. Mən Xəlilov Sabir Yusufoğlu, Cəlilabad rayonu Söyüdlü kənd sakinəm. Bizim müraciətimiz dövlət məmurlarına və prezidentimizədir. Biz 3 ildir işıqla əlaqədar müraciət eləmişik. Biz vətəndaşları alladırlar. Necə alladırlar? Qoy bunu da izah edeyim sizə. Bizim burada işıqlarımız, işıq linalarımız, xəttlərimiz çox bərbad gündədir. Biz işıq üzünə həslədik. 3 ildir stolba, bir dəfə gəlirlər, bir stolba bastırırlar. Bir dəfə gəlirlər, bir turba qoyurlar, yalandan bizi alladırlar. Və bugünkü gündə nəticə odur ki, mənim evimin yaxınlığından 5 metrə, 10 metrə məsafə olaraq, yolun enliyi olaraq stolba gətirib bastırıblar. Bizi alladılar ki, sizin xəttinizi, tokunuzu çəkirik. Ancaq nəticə o deyil. Nəticə odur ki, hansısa bir Kazmabad kəndindən, deyək ki, Söyüdlü kəndindən, Muğan kəndindən hansı bir ərazilərin öz qarşılayacaq hissələrə ayrı olmaq şərti ilə Kazmabad kəndinə bizim linadan, çəkdiyimiz transformatordan 10 minlik xətti aparırlar. Mənim indi müraciətim prezidentə budur ki, prezidentimiz sabah bizdən evimin çıxarışı ilə, evimin kupçası ilə maraqlansa, mən o kupçanı nə çıxarışı ala bilməyəcəm. Səbəb odur ki, 10 minlik lina xəttin bizim evin 5 metrəlik məsafədən aparmaq istəyirlər. Biz də onu imkan vermirik. Müraciətimiz prezidentimizədir, bu haqda bir tədbir görsün, bu haqda bu dövlət məmurlarına bir tapşırıq versin. Gündə bir hadisə baş verir. Binəqədidə bir hadisə baş verdi. Sabah mənim övladlarım var, uşağım var. 10 minlik linanın altında necə oynayacaq? Bizi yəqin ki, başa düşərlər. Sabir müəllim, bildiyimiz kimi Wi-Fi xəttləri də keçir. Həmin xəttlər təhlükədir, uşaqlar üçün də, evdə, vətəndaşlar üçün də. Bu barədə nə demək istəyirsiniz? Bu barədə onu demək istəyirəm ki, bizim dövlətimiz icazə qanunlarını elə qoyur. Qanundur bizim üçün. O xəttlərin altından 10 minlik gedə bilməz. Çünki nə üstündən, nə altından. Hər bir məsafəsi olmalıdır. İndi burada mən göstərirəm sizə, baxın. Bundan bir anlayışımız varsa bizi də başa salın. Heç bilmirik, Wi-Fi xətti gedir, stolba xətti gedir, 10 minlik gedir. Stolbalar da bastırıblar, hardan gəldi. Sabah bizim burada texnikamız var, biçinlərimiz var, dövlətimiz pul ayırır. Kambay bura necə girəcək bu istiqamətə? Bu yola əgər kambay girərsə, qardaş, mən başa salım bu haqda, mən də bir söz deyim sizə. Bu xəttlərdən qeyri-qanunsuz aparmaq istəyirlər. Vətəndaşları yəqin ki, başa düşərlər, vətəndaşlar da öz sözlərini deyəcəklər. Abbasov Dövlət Rafədoğlu. Mən müraciətdə neçə dəfə iclasda olmuşam, getmişik işıq idarəsinə. Bizim bu tokla barədə heç bir deyiblər, yaradacaq, testat yaratmıyorlar. Sadəcə orada bir dənə istolba çatmır kəndə verməyə. Götürüb burada 10 minliyə istolba, kəndin istolbalarını çıxardırlar. Ana linaların bölümündəki qoşa xəttlərdən çıxardıb, gətirib bu çiyələyə satırlar. Xahiş edirəm bu haqda. Yəni sizin stolbaları satırlar. Bəli, mən belə çıxırdı. Bəli, Xanışın göstərişi ilə, Abbasov Xanışın göstərişi ilə bizim stolbaları çıxardırlar, gətirib bu çiyələkçilərə satırlar. Şahid olmuşam, göstərə bilərəm də hardan stolbalar çıxıb və nə cür çıxıb gətirib bunlara satılır. Kəndin zapas stoklardan istolbaları çıxardırlar, gətirib bu 10 minliyə satırlar. Bir dənə istolbanı biz vətəndaşlara vermirlər. Hal-hazırda işidə para saxlayıblar orada. Biz 3 il bundan qabaq Lənkəranda regionala getdik. İşığa görə işıqlarımız yanmır evdə. Xaladeniklər heç nə işləmir. Şikayət elədik, gətirib transformator qoydular. Bizə söz verirlər, sizə işıq çəkəcəyik. 2 ildir bizi fırladırlar, işıq çəkəcəyik. Axırda xəbər çıxmadı bu işıqdan. Bu illər gətirib stolba bastırıblar bura.
Biz də elə bilirik bizə işıq çəkirlər. Aylıq görürük, bizə işıq çəkmirlər. Hansısa bir iş görən, çiyələyə əkən insana bizə çəkilən turbaları bizə işıq vermirlər. Həm ustoba basında ona 10 minlik çəkirlər. Biz də sevinirdik ki, bu işığı bizə çəkirlər. Və sonra da maraqlanmaq ki, bu kənddən ustobaları çıxardıblar, gətiriblər. Bu transformatordan çıxardıblar, gətirib bunlara satırlar. Çiyələkçiyə satırlar. Pulun verib, bir pul verib biz iş görürük. Biz də deyirik, biz 3 ildir şikayət edirik, siz pul vermirsiniz ki, belə çıxır danışıqdan. Bu işıq idarəsinin işçilərinin danışıqından elə çıxır. Bizim şikayətimiz də ona görə buna baxsınlar, bizim bu kəndə baxsınlar. Gəlib bir dənə buranı çəksinlər, bu tokları görsünlər, Wi-Fi stolbaların. 10 minlik xət çəkirlər, cəmaatı 4 metr, evi çəkin, 10 qazdığı stolbayla evdə 3 metr, 4 metr ara var, məsafə var. Sabah o şəxsiyyət orada kupça ala bilməyəcək, qat çəkə bilməyəcək. Evləri çəkin, bu hazır tikilmiş evlərdir. Onlar nətər çıxarış alacaqlar? Onlar da çıxarış ala bilməyəcəklər. Bizim şikayətimiz ona görə. Şahverən Ünvanlar Qəriboğlu. Yəni ki, bu 10.000 vatlıq elektrik xəttinin 4 metr məsafədə olan küçəyə gətirilməsi həm qanunla düzgün deyil. Mən xahiş edirəm ki, onunla bağlı aidiyyəti qurumlardan araşdırma aparsınlar. Nə vaxtdan 10 minlik evin 4 metr, 1 metr, 2 metr məsafəliyindən keçir. Əslində, yəni qanunla 10-15 metr məsafədə yerləşməlidir. Belə deyək də, hansısa sahibkar gəlib burada çiyələk əkəcək deyə bizim uşaqları tok vurmalıdır. Yəni bununla bağlı nəsə tədbir görməlidirlər. Anar müəllim, bu sahibkar kimdir ki? Vallahi Kəzmavatdanda deyirlər, Arifdir, adını eşitmişəm, bilmirəm kimdir. Yəni yenə deyirəm, bunu mən maraqlanmamalıyam. Buna Azərişıq İdarəsi maraqlanmalıdır ki, buna icazə verən Azərişıq İdarəsidir. Bugün mən gəlib dirək bastırsam, gəlib mənə deyəcəklər ki, sən kimdən icazə almırsan, bura dirək bastırmırsan. Amma ki, gəliblər bu boyda texnikalar gətirib burada iş görürlər. Mən onunla bağlı Telegramda yazmışam, ASC-nin rəhbəri Vüqar Əhmədova. Yenə deyirəm, Prezident Administrasiyasına da məlumat vermişəm. İnşallah yenə də Telegrama vuracam ki, yəni bu düzgün deyil. Bu yanaşma düzgün deyil. Bu 4 metrlik məsafədə küçədə 10.000 vatlıq elektrik xətti çəkmirlər. Biz neçə il dəfələrlə müraciət eləmişik ki, bizə elektrik versinlər. Yəni evə qonaq gəlir, biz qonağın üzünü görə bilmirik. 04 ilə gətirib mənə tok verməkdənsə gətirib 10 minlik gətirir. Hətta buranın monitoru deyir. Xanış bəy də deyir ki, sizə də gətirəcəklər, bunun altı ilə tok verəcək. Nə vaxtdan görülüb hansısa dirəyin altına tok versinlər. Elə bir şey olur yəni bu. Cəmaatın başını alladılar. Başqa heç bir şey yoxdur burada. Cəmaatı alladırlar ki, biz sizə bundan tok çəkəcəyik. Nə vaxtdan 10 minliyin altına tok çəkiblər. Müftullah Evrəyal Cəlaloğlu, Söydür Tər sakini. Bax, bizim bu toklarımızdır. Bizim evimizi yığılan toklardır. Neçə illərdir bunlara baxan yoxdur. Neçə dəfələrlə qırılıb, tökülüb, inəklərin üstünə düşüb, örüşdür, mal-heyvan gedib gələn yoldur. Neçə dəfələrlə düşüb baxan yoxdur. 3 ildir şikayət eləmişik, gətirib burada 10 minlik stolba bastırıblar burada. Bizə deyirlər ki, bunu əvvəl sizə tok çəkirik. Yəni bu tokları iştirak edəcək, sizin evlərinizə bərbad olacaq da. Amma halbuki büyük gündə aşırılmış ki, bu toklar bizə yox, 10 minlik stolba gedir bizim kəndin içi ilə Kəzmoda, çiyələklərə. Nə bilmirəm, satırlar, nə eləyirlər, başa düşmürəm buradan. Kəndin içindən stolbanı çıxardır, bastırırlar bir yanlara. Yəni real müəllim, mən bildiyim kimi sizə neçə illərdir tok istəmirsiniz, çəkilməyib. İndi sahibkar çiyələyə satırlar həmin stolbaları, sizin tokunuza. Bəli, elə çıxır da. Qardaş, bizə baxan yoxdur. Gətirib bastırıblar buna. İndi bir dəqiqə deyirlər ki, buradan 10 minlik gedəcək. Kəndin içindən 10 minlik gedir. Bu qırılır neçə dəfələrlə düşüb ki, yerə düşüb, mal-heyvan üstünə düşüb. Kiminsə uşağının başına düşüb, nətər olacaq? Buna baxan yoxdur, buna necə baxacaq? 10 minlik düşsə nə eləyəcək? Kül eləyəcək onu. Kəndin içində, küçənin içinə. Küçənin içinə 10 minlik gedir. Kanal 10 televiziyası olaraq qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq.